maraq yenidən canlanacaq. Yəni sürpriz nəticələr olacaq, sürpriz komandalar ortaya çıxacaq, heç kim gözləmədik. Sizin fikrinizə o qədər razılaşmayacağım məsələn. Biz Ronaldo'nun adını olsa çəkməyə ehtiyac yoxdur. Yəni illərin əfsanəsidir, biz ondan əlavə deyilik. Yəni Ronaldo onsuz da amma məncə Ronaldo oynanmasa Portuqaliya finalı da görə bilər. Messi'nin oynadığı çempionat mənə o qədər də belə güclü bir çempionat kimi gəlmir. 5 ildən 10 ildən bir belə ulduzlar çıxacaq. Ona görə məncə narahat olmalı dəyməz. Heç bir məşqçi yaxşı oyunçunu kənarda qoyub, zəif oyunçunu oyuna buraxmaz. Bu legionerdir deyə. Mən həmişə deyirəm ki, Azərbaycan nəinki 3-4, mən 5 klubunu belə Avropada görmək istəyirəm, hətta 6 klubunu belə Avropada görmək istəyirəm. Bu yuxulamırdım. Həqiqətən də baxdığım ən darıxdırıcı final oldu. Amma deyirdim ki, xüsusən mən deyərdim hücumçu çox yaxşı. Zakariya Salov çox qəribə hücumçudur. Salam, hər vaxtınız xeyir olsun. Top Al podkastının növbəti buraxılışında xoş gördük. Bir zamanlar futbol maçları saatlarla müzakirə olunurdu. Hal-hazırda isə bir transfer xəbəri, şayə və ya sosial mediada atılan hansısa bir post bütün gündəmi dəyişə bilir. Sanki futbol artıq meydanda yox, sosial mediada oynanılır. Bugün bu mövzunu tanınmış idman jurnalisti Ceyhun Rzayevlə birlikdə müzakirə edəcəyik. Ceyhun müəllim, xoş gəlmisiniz. Əvvəlcə təşəkkür edirik ki, bizim dəvətimizi qəbul edib bu podkastda bizlə birlikdə iştirak elədiniz. Xoş gördük. Ceyhun müəllim, bizə də bu maraqlıdır ki, hal-hazırda demək olar ki, futbol xəbərləri futbolun özündən daha sürətli hal alıb. Siz bu barədə nə fikirləşirsiniz ümumiyyətlə? Ümumiyyətlə son illərdə sosial medianın populyarlaşması, kütləviləşməsi tək Azərbaycanlı bütün dünyada belədir. Ənənəvi medianı arxa plana keçirib insanlar artıq deyərdim bir növ tənbəlləşiblər. Hər kəs elə istəyir ki, sosial şəbəkələrdə vaxt keçirsin, sosial şəbəkələrdə nəsə bir fikir bildirsin. Məncə bu artıq həyatımızın bir tərkib hissəsidir və istəsə-istəməsə də bununla barışmalıyıq artıq. Ceyhun müəllim, elə biz dünya çempionatında da gördük ki, indi heyətləri açıqlayır millilər yavaş-yavaş, çünki çox az vaxt qalıb dünya çempionatına. Məsələn, bu yaxınlarda Türkiyə milli heyəti açıqladı və heyət açıqlamamışdan əvvəl, məsələn, Fabrizio Romano kimi, Di Marzio kimi və s. bu məşhur jurnalistlər artıq millərdən qabaq demək olar ki, heyət açıqlayırdılar və azarkeşlər artıq sosial medialarda müzakirə aparırdılar heyətlərlə bağlı. Bu biraz sanki məşqçinin işinə təsir etmək kimidir. Çünki Türkiyə millisində də bu, Braziliya millisində də oldu. Neymar, João Pedro məsələsində, Türkiyə millisində də bəzi məsələn Aral Şimşir var idi əsas. Daha çox ona etiraz edirlər getməməyinə dünya çempionatına. Yəni sizin fikrinizdə burada, yəni mən elə fikirləşirəm ki, bu jurnalistlərin bəziləri dünyada məşhur olsalar da, yəni bu bilərəkdən məsələn bu adamın da öz fikri var da, yəni öz fikrini irəli sürür və orada məsələn məşqçinin işinə biraz qarışmaq kimi olur və məşqçini təzyiq altında saxlayır və dünya çempionatı belə böyük bir turnirdir. Bundan əvvəl məncə belə bir şey eləmək o qədər də ehtiyac yoxdur. Bu mənim şəxsi fikrimdir, kimsə razılaşa da bilər, razılaşmaya da bilər. İndi o jurnalistlər o məsələn Fabrizio Romano, bunlar çox məşhur insiderlardır. Onların da işi odur. Yəni onlar o qədər mənbələri olur ki, məsələn, məşqçi siyahını açıqlamamışdan bir neçə gün əvvəl federasiya verir, düzdürmü? Bəli. Federasiyadan hansısa bir mənbəsi ola bilər, hansısa bir klub artıq bilir ki, futbolçu olacaq, klubdan bir mənbəsi ola bilər, hansısa bir futbolçunun bir ailə üzvü ilə münasibəti ola bilər. Yəni bunlar təbii proseslərdir. Əslində mən biraz sizin fikrinizə o qədər razılaşmayacağım məsələdə. Məşqçinin işinə qarışmaq deməkdir. Bu təbii prosesdir. Əvvəlcədən bilinir. Məşqçi ümumiyyətlə belə şeylərə fikir verməməlidir. Əgər sən məşqçisansa, futbolçusansa, çox da sosial mediada yazılanlara, çox da jurnalistlərin belə tənqidinə ya azarkeşlərin fikrinə çox da önəm verməməlisən. Çünki önəm versən özünə pis eləyəcəksən, təzyiq altında qalacaqsan, işinə mane olacaq. Biz Muradın dediyini, Murad məsələn insiderlər nəzərdə tutdu dedi, amma biz Ceyhun bəy son vaxtlar daha çox nələr müşahidə edirik? Klubların bizdə də artıq o tendensiya yaranmağa başlayıb, klubların fan səhifələri fəaliyyət göstərir ki, böyük fan səhifələri. Məsələn, böyük transfer xəbərləri, heyətlərin açıqlanması falan, yəni bunlar həm o fan səhifələrdə də artıq çıxır. Insiderlərdən əlavə olaraq fan səhifələrdə də çıxır və görürük ki, transfer xəbərlərində həqiqətən də zaman keçdikcə o vaxtilə 3 gün, 5 gün əvvəl paylaşılan həmin məlumatlar gecə təsdiqini tapır. Həmin oyunçudan müqavilə imzalandı. Bəs bu necə baş verir? Çox bəsit bir yolu var da. Artıq yenə deyirəm, sosial medianın rolu böyükdür. Yəni o böyük fan səhifələrində böyük kütləsi var. Məsələn, hansısa bir futbolçunun agenti istəyir ki, futbolçusu məsələn üçün ya PR-ını aparsın. Təzyiq metodudur. Fan səhifələrinin vasitəsilə. Ümumiyyətlə tək bizdə yox, dünyada da var. Tək fan səhifələri yox. Müxtəlif saytlar var. Bir baxırsan ki, məsələn üçün hansısa agentlə bir münasibəti var jurnalistin. Həmin agent öz futbolçusunu məsələn üçün yazır ki, məsələn Qarabağ Neftçi sabah filan futbolçusunu istəyir. Halbuki istəmir.
Sadəcə həmin futbolçunu deyək ki, məsələn üçün Turan Tovuza verəcəksə, biraz qiymətinə o yazını göstərir ki, məsələn üçün klubun o seleksiya işlərinə baxın ha, mənim müştərimi məsələn üçün daha bahalı ideal klublar istəyir. Bizdə adını seçdiyiniz klublarımızda bunu son vaxtlar müşahidə elədik, səhv eləmirəmsə, Sabahda da bu oldu, Qarabağda da oldu. Sizin bu dünya çempionatına əsas gözləntiniz nədir? Maraqlı olacaq sizə? Biraz bu iştirakçı sayı çox olduğuna görə biraz aşkar zəif komandalar da var, amma istənilən halda dünya çempionatı, mundial bu 4 illiyin ən böyük futbol bayramıdır. Yəni maraqlı olmamaq ehtimalı azdır. Hə, bəzi maraqsız oyunlar ola bilər. Deyək ki, aşkar bir favoritlə aşkar zəif komanda qarşılaşırsa, amma ümumən yenə də iddialı komandalar var, nəhəng komandalar var. İstər Cənubi Amerikadan olsun, Avropadan olsun. Mən ümidvaram və inanıram ki, həqiqətən də maraqlı bir çempionat bizi gözləyir. Əslində mən də gözləyirəm ki, maraqlı bir çempionat olsun. Çünki bu 48 komanda ilk dəfə olacaq. Biraz burada Amerika məsələsi var. Amerika, Kanada, Meksikada keçirmə məsələsi var. Çünki saat qurşağı məsələsi var. O vaxtların uyğun gəlməsi. Çünki indi biz öyrəşmişik, yəni biz Azərbaycanlı olaraq əsas özümüzü deyim ki, biz öyrəşmişik. Yəni axşam saat 9-dan ondan sonra futbol izləyək. Yəni elə saatlar var ki, saat 3-4-ün yarısı futbol var. Səhər 8-də var, 8-də, 5-də, 6-da, yəni səhər 8-də biraz onu izləmək, biraz bu izləyici sayına təsir edəcək. Amma bir də Cəmal dediyimiz kimi mundialdır. Həmişə baxmışıq ki, mundial maraqlı olur. Məsələn, Qətərdə də qışda keçirildi ilk dəfə olaraq, yəni vaxt dəyişdirildi. Yenə də maraqlı oldu. Mən əvvəl məsələn müzakirə baxırdım ki, hamı müzakirə edir, sosial mediada da, saytlarda da. Amma bu il sanki onu biraz görmürəm. Yəni dünya çempionatı demək olar ki, çox az vaxt qalıb, bir həftədən də az vaxt qalıb, amma yenə də mən onu görmürəm ki, yəni o belə ciddi belə müzakirə getsin, hamı hərə öz bir favoritini desin. Yəni məsələn elə bir o aura yoxdur. Yəni o mundial aurasını hiss edirəm. Doğrudan mən də bunu müşahidə eləmişəm. Bəlkə də ilk dəfədir ki, dünya çempionatı ətrafında ən az bizim ölkə Azərbaycanda bu qədər ajotaj yoxdur. Bəli, bəli. Həm də bir məsələ var ki, Türkiyə də gedir bu dünya çempionatına. Yəni neçə ildən sonra. İndi Türkiyə gedəndə daha çox bizim marağımız oyanır da. İndi qardaş ölkə deyirik, biz onları dəstəkləyirik əsas. İndi baxıram yenə də ona rəğmən. Bəlkə də bu mundiala marağın azalmasının səbəbi qeyd etdiyiniz məsələ ki var. O komanda sayının, milli komanda sayının birdən-birə artırılması, nisbətən zəif komandaların orada iştirakı o da ola bilər bəlkə. Amma mən deyərdim Çempionlar Liqasının liqa mərhələsi keçirildi. Məsələn Qarabağ getdi liqa mərhələsində oynadı. Qarabağ kimi məsələn Pafosu və digər Bodo Glimt filan. Yəni məsələn o komandalar orada iştirak eləməmişdən əvvəl hələ artıq ora vəsiqə qazananda da belə bir təəssürat yaranmışdı ki, belə zəif komandaların Çempionlar Liqasında nə işi var da. Amma gördük ki, həqiqətən elə deyilmiş. Qarabağ getdi Benficadan geri comeback elədi, 3 gol vurdu və qələbə qazandı. Mən elə gəlir ki, Çempionlar Liqasına necə belə yenidən geri dönüş elədisə, dünya çempionatı bu dünya çempionatından sonra komanda sayının artırılmasına baxmayaraq maraq yenidən canlanacaq. Yəni sürpriz nəticələr olacaq, sürpriz komandalar ortaya çıxacaq, heç kim gözləmədi və yenidən həqiqətən də cəmaətdə maraq yaranacaq ki, müzakirə səbəb olacaq ki, falan komandanı gözləmirdik, amma gəldi görün nədir. Mən də razıyam bu məsələdə. Ümumiyyətlə FIFA-da, UEFA-da bir şey xoşuma gəlir ki, məsələn, oyun qaydalarında bir dəyişiklik eləyirlərsə, istəyirlər ki, futbolu biraz da təkmilləşdirsinlər, sürətləndirsinlər. Bax indi komanda sayı 48 olub. FIFA baxacaq, yoxlayacaq. Əgər əks effekt versə, görsələr ki, məsələn üçün çempionata maraq azaldı, gəlirlər azalıb, ola bilsin ki, yenidən qaytarlar əvvəlki sayı. Hər şey nəbz yoxlaması kimi deyə bilər də, yoxlayır. Sınavdan keçirirlər hər şey. Təməz biraz əvvəl dedin, mənə də oradan hər ikimizin fikri maraqlıdır. İndi bunu düz qürur hissi ilə deyirəm. Məsələn, Qarabağ bir sürpriz göstərdi UEFA Çempionlar Liqasında. Bodo Glimt var idi. Pafos var idi ki, qələbələr qazandı belə. Benfica'nın özü, yəni düzdür, Benfica köklü komandadır, amma yəni Real Madrid son anda udub play-offa vəsiqə qazanmaq falan. Var dünya çempionatında sizcə belə bir komanda Ceyhun müəllim? Əvvəlcə sizdən, sonra da Təhməzdən fikrini öyrənmək istəyirəm ki, belə bir bizə bu il məsələn sürpriz yaşayacaq. Baxacağıq ki, bu komanda gəldi 4-1-ə qədər irəlilədi, yəni belə bir komanda. Əslində biz baxsaq, məsələn üçün son 30 ilə 25 ilə Avropa olsun, dünya çempionatı çıxır da belə zaman-zaman sürprizlər çıxır. Yunanistan çıxıb, vaxtilə Danimarka çıxıb. Amma Danimarka heç gedə bilmir. Yəni mən Norveçin adını çəkir çox adam deyirlər ki, Norveç sürpriz eləyə bilər. Bəlkə də bir demirəm çempion olarlar, bir yarım finalda bir sürpriz ad görə bilərik. Bəlkə də ola bilər. Mən düzü gözləmirəm. Mən ənənəvi vərdiş elədiyimiz, hər zaman yarım finalda, finalda görməyə alışdığımız komandaları görəcəyimizi düşünürəm. Məsələn, ola bilər son illər, son dünya çempionatında Braziliyanın nəticəsi aşağıdır, zəifdir. Çoxları da indi fikir verirəm ki, məsələn, Braziliya barədə çox da nişbin fikirdə deyirlər də. Yəni bu heyətlə mümkün deyil də getsinlər, yenə final oynasınlar. Amma Braziliyaya yenə yarım finala qədər yəni ümidlər var. Fransa açıq favoritdir. Deyərdim. Argentina baxmayaraq ki, məsələn, mən deyirəm ki, Argentina bundan qabaqki dünya çempionatından indi daha güclü, yaxşı formadadır. Yəni heyətdə daha gənc istedadlı futbolçular var ki, onlar mən İspaniya, İngiltərə Premyer Liqasından çox yüksək
oyun göstərirlər. Onların da qatqıları çox böyük olacaq. Əlavə olaraq bu siyahıya favoritlərdən danışırıqsa, məsələn İngiltərə əlavə Bəli, edir. bəli. İspaniya, Portuqaliya. Portuqaliya elə onu deyirdim Ece Ömər. Çox yaxşı yığmalar var. Portuqaliyadan çox danışılmır, amma Portuqaliyanın çox qəşəng heyəti var. Elə PSG-də PSG heyətin təxminən yarısı PSG heyəti Portuqaliya oyunçusu Bəli, bəli, yəni- onlar. Rafael Leao var, məsələn, onlardan əlavə çox qəşəng oyunçu. Bernardo Silva kimi təcrübəli oyunçu var. Portuqaliyanın mərkəz yarım müdafiəsi son Çempionlar Liqasının qalibi PSG-nin yarım İndi müdafiəsi. izləyicilər bizdən inciməsinlər, yəni nəsə tənqid eləməsə biz Ronaldo'nun adını onsa çəkməyə ehtiyac yoxdur. Yəni illərin əfsanəsidir, biz ondan əlavə deyilik. Yəni Ronaldo onsuz da. Amma məncə məlum Ronaldo məsələdir. oynamasa Portuqaliya finalı da görə bilər. Sən şəhərləri gözə alıb deyirsən. də bu səsi. Ronaldo bu dəqiqə karyerasını bitirənə qədər Portuqaliya millisinin baş məşqçisi üçün Damokl qılıncı olacaq da. Hə, yəni. Oynatsan problemdir, oynatmasan da problem. O seçmə mərhələsində fikir verirdi bu Millətlər Liqasında. Məsələn Ronaldo zamen olundu və ya əvəz olundu və yaxud nə bilim Ronaldo meydana çıxmadı filan. Hər mətbuat konfransında oynasa da, oynamasa da, ehtiyatda otursa da, oyun ərzində dəyişsə də, yəni Martinezə o sual verilir. Ronaldo sualı verilir. Yəni indi yəqin ki, dünya çempionatında da belə olacaq. Yox, Ronaldo həqiqətən də yəni əfsanə Əfsanə futbolçudur da, yəni futbolçudur. bunu danmaq lazım Amma bir deyil. də motivasiyası da olacaq da. Üzr istəyirəm sözü kəsmək kimi olmasın, amma motivasiyası da olacaq da. Yəni Messi qazandı. Ronaldo da bunu qazanmaq Motivasiya istəyəcək. sənin fiziki real durumunu əks etdirmir axı. Sən artıq yəni məsəl üçün tutaq ki, Mendeslə, Vitinha ilə eyni tempdə oynayacaq gücdə deyilsənsə, sən nə qədər motivasiyalı olsan ol. Ona görə Ronaldo o karyerasının son illərini cinahdan mərkəz hücumçu mövqeyinə keçdilər ki, mövqeyini dəyişdilər ki, ən azından ondan son cinah geri boyu qalmasın, geri bəli. qayıtmaq Arşivdə geri istəmirdi. qalmasın. Ən azından bilsinlər ki, eybi yoxdur. Müdafiədə olunarkən cinahlar boş qalmayacaq. Mərkəz hücumçu biraz qayıtmaya da bilər. Mərkəzdə gəlib o yansı keyf. Amma mən məsələn Messidən daha çox Ronaldo'nun belə motivasiya olacağını düşünürəm. Çünki Messi qazandı və valla mən kimsə məndən inciməsin. Bu çempionatları da müqayisə eləyəndə demirəm Ərəbistan çempionatı belə üst səviyyədə, amma Messi'nin oynadığı çempionat mənə o qədər də belə güclü bir çempionat kimi gəlmir Amerika çempionatı. Yəni orada o qədər güclü rəqiblər, nə bilim. Futbolçu keyfiyyətini götürsək, Səudiyyə Ərəbistanının daha keyfiyyətli çempionat kimi görünür. Düzü mən ikisini də izləmirəm, yalan danışmayım da. Biz də yəni oturub belə oyunlara baxmırıq, söz Amma yox. Səudiyyə Ərəbistanına baxanda, yəni orada Əl-Hilal Əhlidə çox böyük, yəni simalar var. Benzemasından tutmuş, bəli. Çünki Ronaldo neçə ildir əziyyət çəkir orada Manesine çempion, bu il çempion oldular da. Yəni illərdir orada da bir dəfə indi çempion ola bildilər. Çox çətin icraətlər çempion kimi. Nəsə bu Ronaldo mövzusundan yenə qayıtdıq. Çünki amma indi o da maraqlıdır ki, Ceyhun mənim. Bu Ronaldo Messi danışdıq, illərdir danışırıq. Bəs bu dünya çempionatından sonra kimdən danışacağıq? Yəni kim var? Bu səviyyədə kim var danışa biləcək? Karyerasını gəlib davam elətdirəcəklər də. Yəni ki, ikisini məncə bitirmirlər. Yəni 2030-da danışacaq. Məncə futbol həmişə ulduzlar bəxş eləyir. Məsələn, bu gün Yamalı yəni kənara atmayaq. Yamal var. Bəli. Bu gün məsələn Olise son 2 ildə möhtəşəm oynayır. Kvaratskhelia. Yaxşı Kvaratskhelia Getmir. Yəni çıxacaq futbolda mütləq 5 ildən 10 ildən bir belə ulduzlar çıxacaq. Ona görə məncə narahat olmalı dəyməz. Biraz yəni mənim fikrimcə dünya çempionatında Fransanın heyəti ciddi qorxudur, amma mən həmişə deyirəm bunu. İngiltərə millisi illərdir yaxşı heyəti var, yaxşı oyunçuları var. Düzdür, indi Southgate oldu baş məşqçiləri, biraz çox nəticə göstərə bilmədilər. Bir dəfə Avropa çempionatında final gördülər. Amma indi Thomas Tuchel'in orada məşqçi olduğunu nəzərə alsaq, yəni Thomas Tuchel'in Chelsea 2021-ci ildə Chelsea-yə gələndə, yəni Chelsea nə vəziyyətdə idi, Lampard demək olar ki, komandanı yığışdıra bilməmişdi və o yerdən komandanı alıb Çempionlar Liqası qazandırdı. Üzr istəyirəm. Məsəl üçün məşqçi var ki, illərdir bir komandanı və ya da bir klubu çalışdırır, amma sistem hələ ortaya qoya bilmir. Hə. Komandada sistem görünmür. Yəni onu çox klubların timsalında sadalıb deyə bilərik. Amma Tuchel elə baş məşqçidir ki, istəyir Borussia Dortmund dövründən başlamış, Bavariyadan tutmuş, indi İngiltərə millisində belə. Yəni adam hansı kluba, komandaya gedibsə orada sistemini oturuşdura bilib. Yəni tətbiq eləyə bilib və mən düşünürəm ki, o belə deyək, sistemi işinə yarayacaq. Həqiqətən də İngiltərə dünya favoritlərdən çempionatına biridir. apardığı oyunçulara baxdım. Yəni indi Palmer heyətdən kənarda qaldı, Arnold kənarda qaldı. Düzdür, qınyanlarda oldu, amma mən belə başa düşdüm ki, Tuchel məhz öz sisteminə uyğun gələn oyunçuları ada görə aparmır. Bəli. Yəni sırf sisteminə, taktikasına kim uyğun gəlirsə o futbolçusuna tamam. aparır. İngiltərə millisinə bəlkə də indiyə qədər elə yaxşı baş məşqçi çatmırdı. Onun Elədir. onu titul aparacaq, finala aparacaq bir baş məşqçi bəlkə də ehtiyacı vardı. Onu da yəqin Tuchel'in timsalını tapıblar, görə necə olacaq. Avrokuboklarda klub səviyyəsində bir dənə Çempionlar Liqasında İngiltərə kuboksuz qaldı. Finalda PSG-yə məğlub olan Arsenal. Amma mən elə gəlir ki, bunun ardını Tuchel gətirə bilər dünya çempionatı səviyyəsində. Ola bilər. Yaxşı heyət var İngiltərə. Bəli. Sizin favoritiniz kimdir bəs? Mənim favoritim açığı
belə uşaqlıqdan Braziliya həvəskarı olmuşam. Onların o estetik futbola həmişə o bir uşaqlıq sevgimiz oldu. İlk məhəbbət futbola. Belə Türkiyə millisi və Özbəkistanın ürəyimizdədir. O bəli onları dəstəkləyəcəm. Amma reallığı götürsək, Fransa çox güclüdür. Amma mən İspanların futbolunu çox bəyənirəm. Ona görə çox istərdim ki, İspaniya çox möhtəşəm oynayırlar. Yəni bir İspaniya-Fransa finalı, amma baxmamışam. Onlar finala qədər görüşə bilərlər yoxsa yox, amma o yəqin ki, qrupdan sonra görə necə olacaq. Bilməyəcək də bəli. Amma bir İspaniya-Fransa finalı məncə möhtəşəm bir oyun olar. Möhtəşəm final olar, çox möhtəşəm final olar. Braziliyanın fikirləşəndə ki, bir cinahda Rafinyadır, bir cinahda Neymar oynayacaq. Neymar deyəsən cinahda oynatmayacaq. Hücumun arxasına çəkəcək. Vinicius oynayacaq. Orada oynayacaq yəni. Vinicius olsun. Vinicius da çox yüksək, yəni hazırda formadadır. Yəni bu cür sürətli, estetik futbolçuların arasında Braziliya çox maraqlı görünür. Mənə elə gəlir ki, əgər həqiqətən də Ancelotti, yəni dünən məşqçisi deyil, Ancelotti'nin qazandığı titullar, Realda oynatdığı oyunda, əgər Ancelotti istədiyini komanda göstərə bilsə, Braziliya bu il yəni yenidən o bizim uşaqlığımıza qaytara biləcək. Əslində Ancelotti baxanda təmizləndi. Kuboku necə qazanmaq lazım olduğunu bilirlər. Yəni 5 də ölkədə çempion olmaq rekord ondadır. Çempionlar Liqasında kifayət qədər uğur, yəni Milanla, həm Realla, yəni təkcə bunu Realla eləməyib ki, deyəsən Realın heyətinə görə eləyib. Mən də gözləyirəm məsəl Braziliyanın bir ən azı yarım finala qədər gələcəyini gözləyirəm, amma Ceyhun müəllim deyən kimi biz bilmirik. İndi məsələn bu il Çempionlar Liqasında sözün açığı indi qayıtmaq istəmirəm keçmiş mövzuya, amma sözün açığı məsələn Arsenalın düşdüyü tərəflə PSG-nin düşdüyü tərəf eyni deyildi də. Yəni bu reallıqdır, danışmaq lazımdır. PSG Chelsea ilə, Liverpool-la, Bavariya ilə oynadığı halda Arsenal Bayer Leverkusen ilə oynayırdı, Sporting ilə demirəm. Yəni Çempionlar Liqasında oyun da çətindir əlbəttə, amma rəqibə görə də yəni çox şey müəyyənləşir də. Məsələn deyək ki Fransa ilə gəldi, düşdü Braziliya, Fransanı keçdi deyək ki, yarım finala. Yəni onun orada çəkdiyi əziyyət, sərf elədiyi enerji ilə bu tərəfdən gələn bir məsəl üçün deyək, Norveçi udan İspaniyanın enerjisi eyni deyil də. Yəni onu da nəzərə almaq lazımdır. Ki, biz məsəl üçün Yunanistan Avropa çempionatında oynadığı oyun sistemi ilə eyni bir komanda gəlsin finala, yarım finalı görsün və o futbolun gözəlliyini biraz belə deyək, kölgəyə salsın. Arsenal məsəl üçün, Arsenal oyuna baxa-baxa finalda Çempion Liqası bircə Arsenal olmasında. Yox, yuxulamırdım. Həqiqətən də baxdığım ən darıxdırıcı final oldu, amma deyirdim ki, Arsenal bu futbolla qalib gəlməsini udmasın. Bu çünki bir president yaradacaq artıq futbolda. Hamı başlayacaq o cür. Onunla bağlı siz bir post da yazmışdınız, paylaşmışdınız, səbirəmirəmsə. Həqiqətən də futbolun gözəlliyin kölgə salır elə oyunlar. Amma biraz futbol da sanki ona doğru gedir. Yəni ona doğru gedir deyəndə məncə artıq gedib ordadır futbol. Yəni sırf nəticəyə oynamaq, nəticəsə Xetafe bu il İspaniya çempionatında izlədiksə 1-0-lıq oyunlar. Demək olar ki, hücum eləmirdi, ancaq müdafiə nəticəni saxlamaqla. İndi məncə dünya çempionatında da bu nəzərə alsaq ki, bu belə deyək də güclü millər də var, amma o orta səviyyəli millər, aşağı səviyyəli millər məhz xal qazanmaq üçün, məhz dünya çempionatında nəticə göstərmək üçün sırf o taktikanı seçəcək. Təbii ki, Özbəkistan qrupunda kimlər var? Özbəkistan qrupunda səhv eləmirəmsə, yadımdan çıxdı. Özbəkistan hər hansı bir favorit komanda ilə hücum futbolu oynaya bilməzlər qardaş. Məcburdur ki, o əks hücumları otursun, müdafiə futbolu oynasın. Ən belə yaxşı halda bir xalın götürsün. Yəni ona görə də yəni bu artıq onların məcbur seçimidir. Ceyhun bəy, bu belə deyək də bizim biraz da ölkə klublarımızın hazırda yəni Sabahdır, belə deyək, Neftçidir, Qarabağdır və təəssüflər olsun ki, yəni son məlumatları Turan Tovuz burada kənarlaşdırılıb, indi şikayət də olunub. Amma yəni bizim bu klublarımızdan gözləntimiz nədir? Yəni hansı nəticələri gözləyirsiniz? Sabahdan başlayaq. Sabah ilk dəfədir Çempionlar Liqasında çıxış eləyəcək. Ümumiyyətlə indiyə qədər 3 dəfə çıxış eləyib Avrokuboklarda. Heç birində play-offa qədər irəliləməyib belə. Yəni Avrokubok təcrübəsi yoxdur. Mən düşünürəm ki, amma Çempionlar Liqasında başlamağın üstünlüyü odur ki, sən 2 dəfə bildirmək şansın var. Yəni mən fikirləşirəm ki, məsələn, Konfrans Liqasına düşə bilər və düşsə məncə çox yaxşı bir nəticə olacaq Sabah üçün. Mən düzü Sabahdan, yəni Konfrans Liqasına yox, Avropa Liqasının da düşmək şansı görürəm. Ola bilər. Biz niyə? Yəni bu klub Dambraskas həqiqətən də qısa bir müddətdə sistem qurdu orada və onun ora gətirdiyi bütün oyunçular hamısı sırf bunun sisteminə uyğun oyunçulardır ki, orada ən belə deyək də
çətin vəziyyətdə tutaş Qarabağla duelləri idi ki, Qarabağla duellərində də həmin oyunçular özlərini çox yüksək səviyyədə göstərdilər. Səviyyəmizə axırıncı Simiz icarə əsasında idi. Onunla da belə artıq 2 illik müqavilə imzalandı. Onu da belə də klubun rəsmi oyunçusu elan elədilər. Əsas oldu ki, heyətin özəyini qorudular. Qorudu, saxladı. Bəli. 4 futbolçu icarədə idi. 4-ün də tam hüquqlu üzvünə çevirdilər klubun. Yəqin mən elə başa düşürəm bir neçə də yaxşı transferlər eləyərlər. Sözünüzə qüvvət, hətta belə deyək də mediada bayaqlar danışdığı sosial şəbəkədə yayılan məlumatlara əsasən deyə bilərəm ki, Dambraskas hətta rəhbərliyin qarşısına şərt qoyub ki, yaxın 10 gün ərzində, 2 həftə ərzində mənim istədiyim transferləri mütləq eləyin ki, mən nəticə qazanmalıyamsa, mən oyunçuları tez bir zamanda komandada görüb öz sistemimə uyğunlaşdırıb çıxartmalıyam. Yəni istəyir ki, təlim məşq toplanışında artıq yeni gələn futbolçunun sərəncamda olsun. O fəlsəfəni öyrənsinlər, komandada digər yoldaşlarına da uyğunlaşsınlar. Yəni istədiyi budur. Çox bir də Qarabağda heyətdə ciddi dəyişikliklər eləyir. Göndərdiyi oyunçular var, transfer elədiyi oyunçular var. İçində əsas transferi var. Ki ikisi də mən araşdırdım biraz. Çox yaxşı, çox yəni səviyyəli futbolçulardır. Xüsusən mən deyərdim hücumçu çox yaxşı. Zakariya Salo çox qəribə hücumçudur. Biraz hardasa biraz Olavio Julinyonu xatırlayır. Julinyo ilə bu Turan Tovuzda hazırda Qarabağın keçmiş hücumçusu var. Vadicinin qarşılığı oyunçu. Sürət baxımından Vadicinin sürəti var. Yadınızdadır o Avrokuboklar topu atırdı 2-3 oyunçunun arxasından keçirdi, gedirdi, vururdu qapısı. Sürət odur, texnika filan, amma Junior'a da çox bənzəyir. İki oyunçunun qarşılığı var orada. Məncə bundan sonra heç olmasa bir 5-6 ola bilsin yenə transfer eləyəcəklər. Çünki Qarabağ yenilənməlidir, güclənməlidir. Son çempionatda Sabaha uduzdular və yəqin ki, çox qəzəblidirlər. Çempionluğu geri almaq istəyirlər. Elə Qurbanov axırıncı açıqlamaların birində belə bir bəyanat yaydı ki, gələnin ən güclüsü biz olacağıq. Elə o da iddiasını bir daha ortaya qoyur. Neftçi məsələsi qaldı. Neftçi də Yuri Verindovdur. Yəqin ki, yeni heyət quracaq. Hər şey biraz durğunluqdur. Yəni çox belə transfer xəbəri eşitmirik. Göndərdikləri oyunçular. Heyəti o müqaviləsi bitənləri elə bir uzatmırlar, göndərirlər, amma məsələn heyətdə müqaviləsi olub, Verindovun istəmədiyi futbolçular var. Onları göndərsələr yerinə futbolçu götürür. Amma onları göndərmək də problemdir. Bu maliyyə yüküdür. Çünki elə belə getmir. Bir ilin müqaviləsi var. Heç olmasa bir deyəcək ki, ya təklif olmalıdır. 6 ayımı verir, yarım ilin maaşını bəri başdan verir, gedim. Amma futbolçu da var ki, 2 ayağın bir başmağıdır ki, qəpiyinə qədər hamısını verir, bir ilinə düşürsən. Vermirsən, gedib əvəziyyəcədə məşq edəcəm. Elə futbolçular da var. Var, əlbəttə var. Məncə Qarabağda var idi. Yəni çox elə futbolçular olur ki, deyir ki, mən qəpiyinə qədər ver gedim, yoxsa buradayam. Bizdə məsələn Qarabağda vəziyyət indi hazırda bir Toral Bayramın Bursaspora keçdi. Eyni cinahda Elvin Zəfərquliyev oynayırdı. Elvin Zəfərquliyevin taleyi hələ də məlum deyil, Qarabağdaşı taleyi məlum deyil. Burada sol cinahda Qarabağda biraz problemi görürəm. Amma onun da məsələn o Fransalı oyunçu gətirir. Gnabry var. Hə, amma o da ki hələ formaya düşə bilmir. Gələndən Gnabry. Gələndən zəmin 5 ay Qarabağda neçə oyun? Şarvan Yevlaxdan bir dəfə oyunda gördüm onu. Əminəm ki 5 oyun. Biz Toral Bayramın oynadığı oyunu belə oynaya bilmirlər. Yəni 5 yoxdur. O baxımdan oraya yəqin bir bəlkə də 2 transfer olundu. Yəqin ki, sol cinaha mütləq oyunçu lazım. Ola bilər. Bəlkə də Qurbanov sonra eləmədi. Boltu sol cinaha çəkdi. Oradan onsuz da Silva var deyə fikirləşə bilər. Sol cinahda oynaya bilmir, solda heç. Mən ümumiyyətlə futbolda çox bəyənmirəm, futbolcu mövqeyini dəyişmək. Oradan bu. Hansı futbolçu rotasiya indi müasir futbolun rotasiyaya qaçılmaz bir hissəsidir. Yox, əlbəttə oyun çempionat ərzində bəlkə ola bilər, amma yəni belə məsələn daimi heyət oyunçusu kimi məsələn Boltu deyək ki də gətirib solda oynatmaq o nə qədər effekt verə bilər ki, yəni onun əvəzində bir çox güman ki, onu birdən-bir eləməz də ölkə çempionatında hər hansı bir oyunlarda sınayacaq, orada oyunun belə deyək də effektinə baxasa ondan sonra mənim siz bəs Neftçidən nə gözləyirik bəs Avropada konfrans liqasında? Biraz açıq Neftçidə heyətdə yaxşı oyunçular var, amma zəif oyunçular da var. Məsələn, mən düşünürəm ki, müdafiə xətti cinahlardır, müdafiənin hər iki cinahı mərkəzdir, yəni mütləq dəyişilməlidir, güclənməlidir ən azından. Başqa futbolçular cəlb olunmalıdır. İndi hücumçu məsələsi var. İndi Vargas icarə ilə oynayırdı. Vargası almaq üçün İsrail klubuna $1,5 milyon verilməlidir. O yükün altına girməyə dəyərmi? Vargasda sırf hücumçu kimi oynadılmırdı özdə. 10 nömrə mövqeyində oynayırdı. Hücumçunun arxasında oynayırdı. Yox, son oyunlarda hücumçu kimi oynadırdı. Son oyunlarda hücumçu kimi oynadı və effekt də verdi. Neftçin baxsaq biz birinci mərhələdəki təsnifat mərhələsindəki rəqiblər çox zəifdir. Mən düşünürəm ki, Neftçi birinci təsnifat mərhələsində problemsiz keçəcək, amma ikinci mərhələdən artıq nisbətən ciddi rəqiblər, güclü komandalar gələcək. Yəni mən çox istəyərdim ki, Neftçi
heç olmasa bir play-offa qədər getsin, yəni liqa mərhələsinə düşsə əla olar, amma bir play-offa qədər getsə sevinərdik. Ən az 2 klubumuzu inşallah bu il qruplarda, Çox maraqlı Konfrans və olar, Avropa izləmək. Liqasında, yəni hiss eləyirəm ki, ola bilər. Ya Qarabağ mən onsuz da təcrübəli bir ölküdür Avropada. Hə, Yəni biz inanırıq ki, düşəcək Avropa Liqasının qrup mərhələsinə, amma sabahı gözləyirik. Avropa olmazsa Konfrans Liqası. Yəni Konfrans, elə bəli. əsas açığı danışaq da 2 inandığımız klub bunlardır ki, hə, bunları biz liqa mərhələsində görə bilərik. Turan Tovuzdan da əfsuslar olsun ki, bu xəbərləri aldıq, hamımız bildik məlumatı ki, Turan Tovuz biraz problem yaşayır Avropaya getməklə bağlı, indi müraciət ediblər. Arbitraj məhkəməsinə görə qərar necə olacaq? Onun hələ ki bu barədə danışa bilmirik, çünki bilmirik Turan Tovuz gedəcək, yoxsa onun yerinə hansı bir komanda, bu bəlkə Zirədir, ya bilmirik, yəni qərar necə olacaq. Onlara da uğurlar arzulayırıq. Yəni inşallah yaxşı olar. Onlar da görmək istəyərdik Avropada. Yəni ümumiyyətlə mən həmişə deyirəm ki, Azərbaycan nəinki 3-4, mən 5 klubunu belə Avropada görmək istəyirəm, hətta 6 klubunu belə Avropada görmək istəyirik. Təbii ki, bu indi komandaların belə oyunları, çıxışları bu millimizə də mən istəyərdim təsir eləsin, milli komandamız da güclənsin, milli komandamız da. İndi bu yaxınlarda yoldaşlıq oyunları da keçirəcəklər. Mən çox istəyərdim ki, bu oyunlarda da yaxşı nəticə göstərsinlər, zamanla inkişaf eləsin, amma biraz çempionatımıza baxdıqda, mən keçən dəfə deyirəm, Şahin Diniyev qonağımız idi, onunla da danışırdıq. Məsələn, o da yaxşı sual verdi ki, yəni burada 12 klubu sırası ilə yazsaq, nə qədər milli oyunçu oynayır komandalarda? Yəni sizin bu barədə indi hamı bunu danışır, müzakirə edir, legioner limiti məsələsi var. Sizin bununla bağlı fikrinizi soruşmaq istəyirdim ki, yəni indi bunun ləğv olunmağı, yaxud saxlanılmağı, yəni sizin fikrinizcə hansı qərar daha doğrudur? Yaxşı, legioner limiti bu mövsümdən etibarən ləğv edildi, tətbiq edildi də. Bundan qabaqki illərdə legioner limiti var idi. Yox idi. Hə, var idi, hə. Limit var idi. Var idi, Yerli, bəli. müəyyən sayda yerli futbolçu oynamadı. Bəli, 5 də olub, 4 də olub, sonra 3-ə düşmüşdü. Həmin vaxtı biz Millətlər Liqasında ən axırıncı divizyona düşdük. Ondakı limit var idi. Bəli. Yəni limit ləğv edilməmişdi. Demək məsələ tək bunda deyildi, ha. Amma belə düşünürəm. Bu futbolçulara da oyun praktikası yığmaq lazımdır da. O Yəni oyunçular oyun praktikası yığmaq üçün qardaş. Mən elə gəlir ki, oyunçu biraz özünə çəki düzən verməlidir. Legioner hər halda gedib məsəl üçün İspaniya La Liqasında aparıcı bir oyunçu gətirilmir, İtaliya seriyasından gətirilmir. Ən azı yəni onlarla aşağı-yuxarı eyni səviyyəli oyunçudur. Sən ondan əgər üstün olub komanda heç bir məşqçi yaxşı oyunçunu kənarda qoyub, zəif oyunçunu oyuna buraxmaz. Bu legionerdir deyə. Sən əgər ondan üstün olsan, demək ki, səni oyuna buraxacaq. Bunun üçün biraz mənə elə gəlir ki, oyunçular özünü daha çox tərlətməlidir, daha çox o xarakter məsələsidir. Məsələn, mən Tural Bayramovun qərarını çox adam dedi, Qarabağdan, Çempionlar Liqasından klubdan Türkiyənin birinci liqasına niyə getdi? Amma mən şəxsən onun qərarını bəyəndim, çünki Bursaspor da indi köklü klubdur, biraz yaxşı klubdur. Türkiyənin birinci liqasında biraz yaxşı çempionatdır, rəqabətçi çempionatdır. Yəni oyun praktikasına görə Qarabağdan, yəni ehtiyatdan sonra, 70-dən sonra oyuna çıxmaqdansa, gedib yəni elə bir klubda. Amma Murad, bir şey var da. Biz Türkiyə aşağı liqasında hər hansı bir komandanın yüksək liqaya, yəni belə də Türkiyə yüksək liqasına yüksələndə hansı klub məsəl üçün orada çempionluq yaşayan oyunçusunu, onu çempion edən oyunçusunu saxlayıb. Türkiyədə belədir də. Aşağı liqada çempion olub, yüksək liqaya vəsələ qazanan komanda heyət tamamilə dəyişir. Yəni o Toral Bayramov məsələsi də belədir. Yəni heç kim zəmanət vermir ki, Toral Bayramov orada çempion olacaq və ya da ikinci yerlə gələcək düşəcək Türkiyə əsas liqasında oynayacaq və o əsas heyətdə yenə də oynaya biləcək. Yox, onlar Toral Bayramovu sırf orada yer tutub yüksəlmək üçün nəzərdə tutublar. Bəs Toral Bayramov özünü yəni orada elə göstərməlidir ki, artıq komanda ondan vaz keçə bilməz. İndi mən yenə də yəni bu Azərbaycan futbolunun səviyyəsini, indiki səviyyəsini nəzərə alanda mən istərdim ki, bu futbolçularımız, yəni indi bu yaxınlarda bir xəbərlər də yayılmışdı ki, Turan Tovuzun sözü Ayxan da yəni istəyir xarici hansısa bir kluba transfer olmaq. Yəni mən istərdim ki, doğrudan da getsinlər, oynasınlar, oyun təcrübəsi toplasınlar. Yəni lap Azərbaycan çempionatında belə olsa, məsələn, Neftçinin ehtiyatında oturmaqdansa, məsələn Rıza Cəfərov ilə Neftçi də ehtiyatdaydı qapıda. Getdi Qəbələdə oyun praktikası topladı. Yəni Qəbələdə də ehtiyatda qaldı çox vaxt. Və indi komandadan da ayrı oldu. Yəni indi hə, komanda Şəlahat Qəbələdə Rızadan çox oynadı qışdan sonra. Bəli, bəli. Elə son oyunda da Mingəçevirə qarşı oyunda da məhz qapıda çərçivəni Səlahat qoruyurdu. Biraz düzdür. Amma yenə də oyun praktikası topladı da, yəni mən yenə də görürdüm yəni. Hə, yox, Neftçilə müqayisədə o daha çox oynadı. Çünki orada ümumiyyətlə oynamadı. Orada ümumiyyətlə oynamırdı. Burada bir neçə oyun oynadı. Məsələn Murad Məmmədov elə yadımıza düşmüşkən Neftçidən, yəni getdi Kiprin Papos klubuna. Yəni yenə deyirəm, belə məncə artmalı. Murad Məmmədovdur. Sonra Emil Balayev.
Emil Balayev qalmışdı kənarda da. Son 2-3 məşqçi demək olar bu qapısını istifadə eləmirdi də. Adam Verindubun bir dənə yaxşı müsbət, yəni insan, yəni belə xoşuna gələcək cəhəti nə oldu? Murad Məmmədov demək olar qazandırdı. Ardınca Emil Balayevi qazandırdı. Yəni yerli Azərbaycanlı futbolçular çıxartdı üzə. Demək burada bizim futbolçuların əsas heyətə düşməsində eyni zamanda məşqçinin də rolu, amili çox böyükdür. Məşqçi də komandada seçim eləməməlidir. Olsun ki, Verindub legioner baş məşqçidir, amma gəldi Azərbaycanlı futbolçularla dil tapdı. Onların belə deyək də psixologiyasına təsir eləyə bildi və onlar əsas komanda heyət üzvləri oldular ki, nümunə kimi də Murad Məmmədov getdi Pafosa. Pafosda son Çempionlar Liqasında iştirak edən bir klubdur. Ümid edirəm inşallah yaxşı olar. İnşallah yaxşı olar. Deyirəm, son olaraq Xamiyə veririk bu sualı. Sizə də belə Azərbaycan futbolunun nə vaxtsa da belə Avropa çempionatında deyək, dünya çempionatında belə turnirlərdə iştirak etməyinə ümidiniz varmı sizin şəxsən özünüzün? Yəqin ki, mən görmürəm. Yaşımı nəzərə alsaq, yəqin ki, mən görməyəcəm onu. Elə fikirləşirsiniz yəni son. Təşəkkür edirik bir daha sizə. Yəni bizim Təhməz bəyin sizə indi təqdim edəcəyi bizim Oxaz kollektiv adından, Oxaz sayt adından sizə bir hədiyyəmiz var, kiçik də olsa. Onu qəbul edin, zəhmət olmasa. Ümid edirəm inşallah bəyənərsiniz. Təşəkkür edirik bir daha. Yəni dəyərli fikirləriniz üçün vaxt ayırdınız, bizlə birlikdə podkastda iştirak elədiniz. Dəyərli izləyicilər, bu podkastımız da sona çatır. Siz də öz fikirlərinizi şərhdə bizə yazaraq dəstək ola bilərsiniz. Ümumiyyətlə dünya çempionatından, futbol haqqında və sosial medianın futbola təsiri haqqında maraqlı fikirlərinizi gözləyirik. Topal podkastını izləyin, abunə olun və paylaşın. Top artıq sizdədir.